وبوجهك الباقي بعد فنائي كل شيء. الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للمتقين. الصلاة والسلام على أشرف الأنبياء والمرسلين أبي القاسم محمد. اللهم صل على محمد وآل محمد وعلى أهل بيته الطيبين الطاهرين ve la'natullahi ala a'daihim ecmaîn. İnşallah bəhsimiz Kumel duasının şərhindeydi və gəlib bu ibarəyə çatmışdıq. Buyurur ki, Allahümme inni əs'əlükə bi vəzhikəl baqi bə'də fənai kulli şey. Ondan sonra və bi əsmaikəlləti mələət ərkanə kullə şey. Dedim inşallah bugünkü bəhsdə və əsmaikəlləti mələət ərkanə kulli şeydən bəhs eləyəcəyik. Bəli, əsmaikiyə başlamışdan qabaq bu vəzhikidə bir iki istəyirəm nöqtəni siz əziz və hörmətli tamaşaçıların nəzərinə çatdıram. O da budur ki, bəhs eləyirdik. Dedik ki, və vəzhikəl baqi. Allah buyurur ki, Həzrət Əli əleyhissalam ki, bu Xızırın duasında buyurur ki, Allahümme inni əs'əlukə, ilah səndən istəyirəm. Bəs nəyə ant verirəm? Bi vəchikəl baqi bə'də fənai kulli şey. O vəchifə ki, baqidir, hər şey fəna olandan sonra. Qur'anda ayələrdən oxudu. Kullu mən əleyke fanin yəbqa vəchü rabbikə zülcəlal vəl-ikram. Kulli şeyin yəbqa. Kullu mən əleyhə fanin. Hər şey ki var, onlar fanidir. Yəbqa, o nədir? Vəchü rabbikə zülcəlali vəl-ikram. Və həmçinin kulli şeyin halikun İlla vəchə. Hər şey halikdir, fəqət və fəqət Allahın vəchindən başqa. Dedik ki, vəch nədir? Vəch həmin əsmaillahdır. Vəch, əsmaullah bir şeydir ki, həmin o vəchdən törüyür. Burada bir şey, bir ixtilaflı məsələ vardı. Keçən bəhsdə də mən xidmətinizə müəyyən qədər çatdırdım. Və inşallah bu bəhsdə istəyirəm, kamilləşdirəm. O da budur ki, biz deyirik ki, Allahın ismi hər şeyi əhatə eləyib. Baxırıq dağlara, çaylara, daşlara. Hər zərrəcikdə Allahın nədir? Vəchidir. Bəs Allahın vəchi hər şeyi əhatə eləyib və hər şeyi özünə qərq eləyib. Bəs necə olur? Hər şey həlak olur, amma Allahın vəchi qalır. Bəs Allahın vəchi ona dedik ki, Həzrət Əli əleyhissalam buyurur ki, yox. Allahın vəchi o Həzrət Əli hədisindən ki, oxuduq keçən dəfə və məlum oldu ki, Həzrət Əleyhissalam buyurur ki, hiyə fil əşyai o əşyanın içindədir, amma əla qeyri mümazicətin. Allah bütün əşyalara nədir? Daxildir, amma ona qarışmayıbdır. Xaricun minha, bütün əşyadan xaricdir, əla qeyri mübayinətin, amma nədir? Ayrı deyil onlardan. Eyni halda onlarlandır, amma qarışmayıb onlara. Eyni halda onlardan xaricdir, amma onlardan ayrı deyil. Bütün əşya, bütün kainatla müqayisədə, yəni. Hər bir zərrəcikdə. Bəs dedik ki, burada fani və halik müştəqdirlər. Bunlar nədir? Keçmiş zamanda olması ixtilaflıdır. Hələ keçmiş zamana deyək ki, fərz olsa da bu düz olmur. Çünki keçmiş zamanda deyək ki, kulli şeyin halikun, hər şey halik deyil ki, hal-harda görürük hər şey nədir? Həyyidir, yaşayır. Bəs dedik ki, gələcək zamanda qərinə istəyir. O ki, yoxumuzdur. İşarədir, işarə istəyir. O da yoxumuzdur. Bəs nəyə aiddir? Hala. Yəni, kulli şeyin halikun illa vəchə. Hər şey halik deyən nə? Əl-an hər şey halikdir. O ki, həyyidir, fəqət nədir? Allahdır. O ki, diridir, o ki, həyatdır. Həyat fəqət kimdir?
Həyatda fəqət kimdir? Allahdır. Allahdan başqa hər şey nədir? Meyyitdir. Halikdir. Bəs Allahın o həyyilici Allah istəyib ki, nədir? O diri, ölü diri kimi görsənsin. Bugün bizim addım atırıq, yeriyirik, nəfəs alırıq. Eyni halda ki, biz meyyitik, amma nədir? Yeriyirik. Həzrət Əleyhisselam nə buyurur duada? Buyurur ki, Əntə həyyun və ənəl meyyit. Mən meyyit həm, sən həysən. Hər yərhamul meyyitə illəl həy. Bəs necə olur bu meyyit durub yeriyir? Bəli, Allah istəyibdir ki, bu meyyit nədir? Canlansın. Və bu Allahın nuruna qərq olunmuş bu meyyit, Allahın diriliyi ilə dirilik tapmış bu meyyit nədir? Yeriyir. Allah da o nəfəslərimizi içəri ötürən və nəfəslərimizi içərdən çölə ötürən. İçəri gələn çoxları nəfəs alıblar içəri. Allah o həyyiliyi götürübdür, deyib bu qədər həyyilik sənə kifayətdir. Da dirilik səndən qutardı. Meyyiti öz halına buraxıbdır. Bu bədən ki meyyitdir, Allah meyyiti öz halına buraxsa, nəfəsi içərdən çölə ötürə bilməz. Və çöldən nəfəsi içəri ala bilməz. Ya aldığı nəfəsi ki alıb onu çıxarda bilməz. Əgər istəməsə Allah bu meyyit nədir? Həyat tapsın. Bəs bu həyatı verən kimdir? Allah Cəllə Cəlaluhudur. İmam Zaman Əleyhisselamın bir məktubu var. O məktubda biz baxırıq, görürük ki, İmam Əleyhisselam ki, özün tanıtdırır. İmam Əleyhisselam kimdir? Allahın yeryüzündə xəlifəsidir insanlara. Həzrət Şeyx Mufidə yazdığı bu məktubda buyurur ki, bir an belə olsun, mən sizdən gözümü çəkmirəm. Mən sizdə nədir? Diqqətsiz deyiləm. Ləvla kəzalik. Bir an əgər diqqətimi sizdən çəksəm, lələzələ bikumul bəla. Sizə bəla nazil olar. Siz meyyitsiniz, biz meyyidik. İmam Zaman Əleyhisselamın o vücuduna xatir, İmam Zaman Əleyhisselamın o bərəkətinə xatir dünya həyat tapıbdır. Və illa bu dünya çoxdan gərək meyyit halına qaydı idi. Və Allah niyə bizləri və bu dünyaya rəhm eləyir və meyyit halına qaytarmır? Çünki qədimdə meyyit halına qaytarmır, niyə deyirəm? Çünki əvvəldən hər şey meyyitdir. Allah da ona nə deyir? O həyat bəxş eləyən. Bir an ki Allah öz qüdrəti ilə o həyatı çəksə, hər şey qayıdır nədir? Əvvəlki halına ki, fani idilər, halik idilər. Məhvdir, nabuddur. Qədim zamanda bəlalar nazil olurdu insanlar günah eləyəndə. Amma indi o günahların 10 qatı, bəlkə də 100 qatı olunur. Amma o bəlalar nazil olmur. Allah rəhm eləyir və həyat bəxş eləyir bu aləmə. Niyə? İmam Zaman Əleyhisselam o məktubunda bildirir. Çünki biz sizi müraat eləyirik. Biz sizi göz yumuruq və diqqətimizdə saxlayırıq. Əgər bir an mən sizdən gözümü çəksəm, sizə bəla nazil olar. Yəni Allah sizə bəla nazil eləyər. Mənim dualarımdır ki, İmam Zaman Əleyhisselamın varlığının bərəkətidir ki, varlığının inayətidir ki, Allah bizlərə rəhm eləyir. Hətta İmam Zaman Əleyhisselamın varlığı kafirlərə də bərəkətdir. Onlar da bəlalar tapardılar. O da İmam Zaman Əleyhisselamın o rəhmətinə xatir, o bərəkətinə xatir onlar nədir? Bəla tapmırlar. Əgər o iman, o bizlərin içində olsa bu bərəkət neçə qat olar? Necə ki, günəş kimi. Günəş bir var görsənə, o imam ki, insanların içindədir. Amma İmam Zaman ki, yoxdur, onun bərəkəti necə faydalanırıq? Biri sual eləyər. Halbuki yoxdur imam, bəs necə biz ondan bərəkət tapırıq? Bəli, necə günəş
keçir buludun arxasına, amma görüşmür. Baxmayaraq ki, görüşmür, aləmi neyniyib? İşıqlandırıbdır, aləmi nura qərq edibdir. İmam Zaman Aleyhisselam da bugün o bulud arxasındakı həyatın yaşayır, qeyb həyatın yaşayır. İnsanların və müsəlmanların gözündən qeybdədir. Amma qeybdə olmağına baxmayaraq, həyat bəxş eləyən onun bərəkətidir, onun inayətidir. Allah onun dünyada olma bərəkətinə, dünyada olmasına xatir nədir? Bizə həyat bəxş edibdir. Və illa bu günahlar yer üzündəki baş verir, bu fisq-i fücular ki yer üzündə baş verir, Allah çoxdan bu həyatı insanlardan alardı. Bu otlar, çəmənlər əgər həyat tapırlarsa, hamısı İmam Zaman Aleyhisselamın bərəkətinədir. Əgər yerdən olan çaylar, dənizlər, onların suları parlanıb qalxır göyə və bulud olur. O buludlar yer kürəsinin əhatəsindən çıxıb başqa planetlərə getmirsə, Allah onları saxlayıbdır və yenidən bizə qaytarıb o su ilə həyat verir. O İmam Zaman Aleyhisselamın inayətidir, İmam Zaman Aleyhisselamın bərəkətidir. Ki hər şey, baxırıq, həyatda nədir? Bərəkətlənibdir bizim üçün, həyatlanıbdır bizim üçün, ta ki bizə həyat versin. Odur, bu fani, eyni halda deyirik ki, kulli şeyin halikin, yəni mənası nədir ərəb dilində? Nə keçmiş zamana diyor, nə gələcək zamana, indiki zamana. Hər şey halikdir. Yəni, hal-hazırda hər şey meyyitdir. Həzrət Əli Aleyhisselam buyurur ki, İlahi, ənə meyyitun, mən meyyitəm. Sən məni diri saxlayırsan, məni meyyit halma bıraxsan, mən meyyitəm. İlahi, mənə rəhm elə, mənə həyat bəxş elə ginən. Məni öz o həyat, həy olmağına xatir mənə. Kim ölüyə həyat verər? Həy. Ölü ölüyə necə həyat verər? O orada ölüb, bu burada ölüb. Əntə həyyun ənəl meyyit. Bəs Həzrət Əleyhisselam ki, buyurur, mən meyyitəm, hal-hazırda meyyitəm. Quran ayəsi buyurur ki, kulli şeyin halikin, hər şey halikdir illa Allah'ından başqa. Biz bir mənada da biz ölüyük, bəs öləndən sonra diriləcəyik. Niyə? Çünki gözümüz hər şeyə nədir? Bağlıdır. Öləndən sonra insanın gözü açılır və hər şeyin həqiqətini görür. Və bivəhtikəl baqi bə'də fənai kulli şey. Bəs dua ki deyir, və bivəhtikəl baqi, ilahi sənə ant verirəm, o vəthivə, o isimlərvə ki, baqidir bə'də fənai kulli şey. Bə'də fənai kulli şey. Ki, hər şey fani olandan sonra. Bəs hər şey indidən fanidir. Hər şey hindidən halikdir. Və məhkumdur halikdə. Fəqət ona həyat verən, onu yaşadan o hər şey nədir? Allah Cəllə Cəlaldır. Allahın nədir? Rəhmətidir, Allahın bərəkətidir, Allahın inayətidir, Allahın qüdrətidir. Əgər biz bu həyatda yaşayırıq, Allahın bərəkətinədir. Bəs insan zaman ki dayanır Allahın qarşısında, gərək özün fani bilsin, yox bilsin, meyyit bilsin və o dirilici və o həyatı Allahdan istəsin. Bəzən görsən biz diriyik, amma ayaq qəlbimiz də diridirmi? Qəlb, əzalar əgər günah eləsə, qəlb nədir? Ölər. Bu əzalar əgər Allah boynunda qoyan vəzifələri yerinə yetirməsə, insanın qəlbi ölər. Bəzən qəlb ölür, insan yeriyir, amma meyyitdir. Yeriyən meyyitdir. Ki, ruhu nədir?
özü diridir, ruhu meyyitdir. Əgər ruh meyyit olsa, bu bədənin diri olmasa heç bir dərdə dəyməz. O da günahlar nədir? Günahlar görürsən, insanın ruhunu meyyit eləyir. O da lazımdır. Həzrət Əli əleyhissalam moizəsində buyurur İmam Həsən əleyhissalama, İmam Həsən əleyhissalam moizə, ya bu nəyyə, əhyu qəlbikə bil moizə və əmituhu bizzihadə. Ya Həsən, ey mənim oğlum, qəlbimi diri saxla cinan. Əhyu qəlbikə. Demək, qəlb ölə bilir. İnsan yaşaya-yaşaya qəlb ölə bilir. Qəlb meyyit ola bilir. Həzrət Əli əleyhissalam ki buyurur, ya həy, ənə meyyitun, mən meyyitəm. Bu, necə insan yeriyə görə meyyit olur? İnsanın ruhu meyyit olur. İnsanın qəlbi meyyit olur. Və bu, gərək qoymayasan, qəlb meyyit ola, qəlb daşlaşa. Necə qoymayasan? Biri yolu budur, moizə ilə. Əhyu qəlbikə bil moizə. Buyurur ki, oğulcan, qəlbimi diri saxla. Nə ilə diri saxla? Moizə ilə. Moizə qulaq az. Moizə qulaq az. O moizə səni dirilsin. Allahın kəlamından eşit. Allahın bizə göndərdikləri Peyğəmbərinin vasitəsilə hədislərdən eşit. İmamlar vasitəsilə göndərdiyi rəvayətlərdən eşit. Mütəvəccih ol özvə, diqqətin olsun özvə və həyat tap ki ilə qəlbin dirilsin. Buyururlar ki, qəlb ilə bir ağ kağıza bənzəyir. Günah elədikcə o qaralır. Elə ki, tam qaraldı, dönür meyyitə. Ta hər nə desən eşitmir. Bəzən Allah Quranda deyir ki, onlar nə görmürlər, ya Rasulallah, nə eşitmirlər. Summun buqmun fəhum la ya'ləmun. Kördular, kardılar və onlar heç nə eşitmirlər. Niyə? Tamam qəlblərin qaraldıblar, tamam ruhların qaraldıblar və meyyit halına gətiriblər. Meyyit necə dirilsin? Meyyit ki, orada meyyitdir, hay ona digin, o eşidəcək, hay ona görsətkinən o görəcək, meyyitin qulağı eşitməz, gözü də görməz. Bəs insan gərək nə deyir? Həyat istəyə o meyyitə. Biz ki, meyyitik, bu günahların içində Allahdan ki, gərəkdir və gərəkdir həyatı istəyək, ta ki nədir? Yalnız, fəqət odur, o vəqət bizi nədir? Dirildə bilər. O bizə həyat verə bilər. Bu mənayadır. Əndəl həy, ənəl meyyid. Bilirsiniz, bu dualar ki, gəlib bizlərə çatıbdır, bizim əlimizdə olan ən böyük xəzinələrimizdir demək olar ki. Quran ayələri ən böyük xəzinələrimizdir. Hədisdə var ki, Quran oxu ginən. Mütəəssifənə Quran oxumaqlıq indi azalıbdır. Heç olmasa insan gündə 100 ayə Quran oxuya və o insanın qəlbini diri saxlayar. Hədislərdə var. Quran oxuyun, qəlbimiz diri qalsın. Və bu dualar, Kümeyl duası, Məkarimül Əxlaq duası, Coşan Kəbir duası, Allahın 1000 adının zikridir orada. Niyə? Allahın isimləri, Allahın insanın qəlbini görsən dirildir. Onları başa düşmək, düşünmək, onların məhfumunu anlamaq, diri saxlayır. Və bu dualar nədən ötürüdür? Bizə həyat bəxş eləsin və ruhumuzu diri saxlasın. İlah, həqiqətən biz meyyidik, necə ki Əmir əleyhissalam buyurur. Və həyat sənin əlindədir və biz həyatı səndən istəyirik. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.